Xoş gördük. Bu günləri noyabr ayının artıq 5-idir. Məndə də 5-ci gündür artıq aşağıdayam. 5 gündür bunu davam edirəm. Kimlər ki öncədən izləyiblər, bilirlər bu məqsəd nədir, nəyə görə bu olunur. Və öncəki günlərlə müqayisədə eyni prosesdə, eyni vəziyyətdir. Enerjim də eyni qaydadadır. Yəni, iş fəaliyyətimdə eyni qaydadadır. Hər şey normaldır. Düzdür, mən çox ağır belə fiziki işlə məşğul olmuram. Amma yəni, gün ərzində demək olar ki, dayanmıram. Gün orta hardasa 1-2 saat belə istirahətim olur. Yəni də iş başında oluram. Gecə hətta saat 2-3-ə qədər mənim işim davam edir. Yəni belə bir iş rejimim var, amma yəni normal qaydada bu işi davam etmiyorum. Çünki su ilə ki istədiyim qədər su içə bilərəm, o mənə çox yardım edir və başqa o proseslərdə mən sizə öncədən danışmışam ki, nə var, nə yoxdur. Bu belə. Artıq məlumat verdim ki, 5-ci gün davam edir və çox yaxşı da gedir. İnşallah nə qədər daha uzanacağını da siz özünüz görəcəksiniz bir yerdə. Dünənləri keto barəsində yenə danışıq oldu və hansı qidalardan qəbul olunmalıdır, onu da dedim. Və əlavə yenə də qidalar var, müəyyən qidalar var, hansılar ki, həmin bura əlavə olunmalıdır. Yəni, daha rəngarəng, daha zəngin olsun deyə menyu. Orada nəsə axtarmayasın. Yəni, belə şeylər. Deməli, bunlardan biri tərəvəzlərdən xiyardır, yerpənək. Təbii şəkildə, əsasən orqanik format olan tərəvəzdən istifadə etmək lazımdır. İmkanlar arasında, yəni parnikovi olmasın gərək. Məcburiyyət qalanda başqa məsələ, amma əgər orqanik tapa bilirsə, orqanik 100% olur. Bütün yəni qidalarımız orqanik olmalıdır. Tək söhbət ancaq yerpənəkdən getmir, amma yenə də ümumi nə tapa bildiysə, nə qədər əldə edə bildiysə, o bizim üçün daha da çox faydalıdır. Çünki ondan öncə yediyimiz qidalar o qədər bərbaddır ki, biz bunu yesək belə, yəni oradan fayda görəcək. O vəziyyətdir artıq. Deməli, xiyarı ayrı sadə, yəni sadəcə məsələn yeməyi yediyiniz vaxtda yanınızda qoyub, bütöv şəkildə də doza batırıb rahat yeyə bilərsiniz. Onu göy-göyərti ki, qabın içinə doğrayacaqsınız demişdim sizə. Ona da əlavə edə bilərsiniz. Necə ki, pendir əlavə olunur, xiyar da əlavə olunacaq və zeytun yağı da üstünə əlavə olunub. Bu formada da yeyə bilərsiniz. İndi bəzi adamlar məsələn pomidor da əlavə edirlər, çoban salatı formasında düzəldirlər. Mən pomidoru barəsində nəyə görə danışmaq istəmirəm bu gedişatda. Çünki pomidorun tərkibində şəkər çoxdur. Və o şəkərin çoxluğu istərsəniz insulinin ifrazına səbəb olur. Və biz axı öncədən danışmışıq ki, insulin ifrazını maksimum dərəcədə azaltmaq lazımdır ki, elə qidalarla yeməkdir ki, insulin az miqdarda ifraz olunsun. Onsuz da ifraz olunacaq məlum məsələdir. Çünki insulin yalnız əzələ, hüceyrələrin içinə qlükozan daşımaqla məşğul deyil. O, hətta məsələn, əzələ inkişafı üçün olan zülalları da axı istehsal etmək qabiliyyətinə malik olan bir qanundur və onu edir də. Ona görə müəyyən şəkildə insulin yenə də ifraz olunacaq, amma yəni nə qədər biz onu az simulyasiya etsək, bir o qədər bizim üçün fayda olacaq o baxımdan. Ona görə onu imkan dairəsində şəkəri və karbohidratı az olan və yaxud olmayan qidalarla biz buna davam etməliyik. Sonra bunların içində tərəvəzdən sonra deməli başqa bir şey var, deməli ciyərdir, mal ciyəri, amma bunu paştet formasında edirlər. Əvvəllər tez-tez biz məsələn toylara getdiyimiz zaman menyuda biz onu görürdük, qabağımıza çıxırdı. İndi nəsə ya azaldıblar, yəni menyudan çıxardıblar, onu ümumiyyətlə bilmirəm nə məsələdir. O cür faydalı qidanı çıxardıblar. Ciyər paşteti içində kərə yağı ilə. Yəni
Bunun mən paylaşım etmişəm. O paylaşımda görsənir. O yumru formada belə paştet eləyirlər, içində kədə yağı ilə bir yerdə. Çox ikisi də yəni bizə lazım olan, yəni əgər ketodasansa və bu formada qidalanırsansa, yağları yandırırsansa, həmin bu sistemdə bu sənin üçün birbaşa keto bombadır da. Yəni bu bizə lazım olan bir şeydir. Onu bizim menümüzdən niyə çıxardıblar bilmirəm. Təmiz kərə yağı içində üstüdə paştet ciyərlə fərq eləmir. Toyuq ciyərə də ola bilər, mal ciyərə də ola bilər. Axı ciyər olsun. Yəni heyvan mənşəli də əlbəttə ki, bu müəyyən ola bilməz. Rahat şəkildə, qəşəng şəkildə menünüzdə həmin o yeməklərin yanında olması gereken bir şeydir. Çox da dadlı bir şeydir, ləzzətli də bir şeydir. Yəni yeməyinizə də sizi doydurmağa da çox kömək eləyəcək. Bundan əlavə məsələn bəzi adamlar çox şəkər istəyirlər. Yəni onlardan deyirlər ki, bizə asiddir və əlbəttə ki, bağırsaqların bakteriyalardan gələn bir şeydir. O barədə sonra danışarıq. Deməli, kofenin içinə, məsələn bir fincan kofenin içinə sulu qaymaq, yəni yağı çox olan, yağ miqdarı çox olan, 20-dən də yüksək ola bilən, faizi yağ oranı olan sulu qaymaq əlavə edirsiniz, qarışdırırsınız. Onu içdiyiniz zaman bir neçə dəqiqədən sonra istəyirsiniz ki, yəni şəkər istəyiniz demək olar ki, yoxa çıxdı. Belə mən onu dəfələrlə sınamışam, çox gözəl bir üsuldur, çox gözəl bir şeydir. Yəni onu istifadə edə bilərsiniz. Deyim ki, məsələn, qidanı yediniz qutarız, ondan sonra bir dənə o formada kofenin içine qaymaq qatıb, qarışdırıb içmək olur ki, o da sənin şəkər istəyiblə yatızdırsın və rahat şəkildə ondan sonra günlüğü davam edəsən. Belə, keto keçmək istəyən adamlar, keto ilə qidalanıb yollarına davam etmək istəyənlər bu məsləhətlərdən yenə faydalansınlar. Nə sualınız olsa direktdə də yaza bilərsiniz mənə mesaja. Lazım olsa sonra telefon nömrəmi sizdən bölüşəcəm o baxımdan ki, birbaşa mənimlə əlaqə saxlaya biləsiniz. Nə əlimdən gələrsə WhatsApp vasitəsilə mən sizə yardım edərəm o baxımdan. Bir də like edin və komment yazın, zəhmət olmasa. Eləyə bildiyiniz qədər, nə qədər eləyə bilirsiniz, o qədər eləyin ki, bu videolar daha çox insanın qarşısına çıxsın, faydalansınlar, eşitsinlər bunu. Və faktik olaraq, məsələn, aclıq edə bilən insanın hansı vəziyyətdə olduğunu, necə gedişatı var, onu görsünlər və əyani şəkildə xəbərdar olsunlar bunlar. Kommentdə yazanda suallarınızı kommentlərə yaza bilərsiniz və mən bu günlərdə bir şey sizə göstərmək istəyirəm. Baxın, bax, mən məsələn ketoda olduğum üçün, keto deyil, məndə artıq yəni, aclıq gedir. Yəni, mən ən üst mərtəbəyə keçdiyim üçün, yəni artıq məndə o yığılma başlayıb, yağ hüceyrələri yanır və istər-istəməz autofagiya prosesi də bu dəqiqə məndə super vəziyyətdədir və bax bu üzün bu hissəsində görürsünüz, burada çökək əmələ gəlir. Bu çökək də nədir? Yəni səndə olan o əlavə ki su yığıntısı var, onlar da səndən çıxır. Yəni yağlarla bərabər orqanizmdə çoxsuz da saxlanır. Nəyə görə? Çünki karbohidrat və şəkər qəbul etmədiyinə görə o orqanizmdə suyu saxlaya bilmir. Hər karbohidrat və yaxud yağ özündə 1 qramına 3-4 qram, bəlkə də bəzən biraz da daha çox su saxlayır və bu sizin məsələsini deyəm ki, gün ərzində yarım kilo və 1 kilo deyəm ki, karbohidrat və şəkər yedirsə, onun yanında da 4 kilo, yəni 4 litr ən azından su saxlayırsa, bu 5 kiloya yaxın bir şey deməyir. Yəni bunu da nəzərinizdə saxlayın, belə bir informasiya verdimsə, qalan sonraki informasiyalar gələn günlərdə yenə yavaş-yavaş hər gün video hazırlayaraq, ta bu aclıq bitənə qədər bu formada videoları hazırlayıb sizə təqdim edəcəm. Çox sağ olun, diqqətinizə görə, istədiyinizə görə, görüşmək üzrə, sağlam qalın, sağlam qidalanın.